Səhər saatlarında paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən partlayış baş verib. Hadisə 4 mərtəbəli evin həyətində qeydə alınıb. Ehtimallara görə partlayış qaz sızması nəticəsində baş verib. Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujetindən məlumat alacağıq. Partlayış Sabunçu rayonu Bakıxanov qəsəbəsində fərdi evlərdən birində baş verib. Dərhal əraziyə təcili yardım briqadaları cəlb olunub. Partlayış bu fərdi mənzilin həyətyanı sahəsində hovuzun altından keçən qaz xəttində meydana gəlib. İlkin ehtimallara görə qaz sızması nəticəsində partlayış yaranıb və nəticədə 2 nəfər xəsarət alıb. Onlardan biri yanıq diaqnozu ilə yanıq mərkəzinə, digəri isə yanıq və travma diaqnozu ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Partlayışın qeydə alındığı əraziyə daha sonra hüquq mühafizə orqanlarının, Azərqaz İstehsalat Birliyinin, Fövqəladə Nazirliyi və digər aidiyyəti qurumlarının əməkdaşları da cəlb olunub. Hadisənin baş verdiyi evə və digər tikililərə təbii qazın verilişi dayandırılıb. Hadisə nədən baş veribdi? Bilmirəm də gəlib cavab verəcək. Ərazidəsiz də, yəni qaz sızmasıdır, nədir? Deyə bilərsiniz. Hədə məlumat yox da deyə bilmirəm. Partlayış nəticəsində sahəsi təxminən 12 kvadrat metr olan hovuz üçün nəzərdə tutulan beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb. Partlayışda xəsarət alaraq Sabunçu tibb mərkəzinə yerləşdirilən yaralılardan biri 43 yaşlı Yadigar Məmmədov dünyasını dəyişib. Sabunçu tibb mərkəzinin 1-ci anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə beyin travması, üzün və ətrafların 2-ci dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb. Partlayış nəticəsində bədənin müxtəlif nahiyələrinin yanıq diaqnozu ilə yanıq mərkəzinə yerləşdirilən 55 yaşlı şəxsin isə müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.